Kirayə müqaviləsi olmayanların nəzərinə. Son günlər ölkədə kirayə mənzillərlə bağlı yoxlamalar gücləndirilib. Polis əməkdaşları mənzillərdə yaşayan şəxslərin qeydiyyatını və kirayə müqavilələrinin olub-olmadığını araşdırırlar. Yoxlama zamanı vətəndaşın yaşadığı ünvanda qeydiyyatda olmadığı və ya rəsmi kirayə müqaviləsinin olmadığı müəyyən edilərsə, yerində protokol tərtib olunur və 30 manat məbləğində cərimə tətbiq oluna bilər. Hüquqşünaslar bildirir ki, sahə müvəkkilləri belə yoxlamalar apara bilər. Lakin polis əməkdaşlarının cəriməni nağd şəkildə yerində almaq səlahiyyəti yoxdur. Daxili İşlər Nazirliyinin məlumatına görə, vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qalarsa, müvəqqəti qeydiyyata düşməlidir. Əks halda inzibati məsuliyyət yarana bilər. Bu tədbirlərin məqsədi kirayə bazarında şəffaflığı təmin etmək və gələcək mübahisələrin qarşısını almaqdır.